Salam dəyərli izləyicilər, hər birinizin, hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Bax belə Ağdamda 2 dənə inək var, qardaş. İkisi də balalıdır, balaları da erkəkdir. 6 aylıq da, hər ikisi 6 aylıq boğazdır. Yox, Ha, bu 2 aylıqdır, o 6 aylıq. bu 2 aylıq boğazdır, o 6 aylıq. Birinin südü 10 litrdir, bax bunun südü 10 litrdir səhər axşam. Onun südü 10 litrdir səhər axşam. Bununki də 7 litr. Qardaşın öz qapı heyvanıdır, gözəl qardaşlar. Hal-hazırda balalarını da çəkəcəm. Balalarını. Bax, hər ikisi erkəkdir. Hər ikisi. Deməli, gözəl qardaşlar. Bax, bunun balaları neçə aylıqdır? Ha? Bu 6 aylıqdır, bu. 7 aylık oldu bu da. Hə, 7 aylıq oldu. 7 aylıq budur, bu neçə aylıqdır? Bu da hal-hazırda 5 aylıq. 5 aylıqdır. Hər ikisi də erkəkdir. Hər ikisinin də balası erkəkdir. Yəni bunlar qardaş, hal-hazırda qardaşın əlaqə nömrəsi. Qara ikinci qarına düyəvi, o birisi neçənci qarına? 6-cı qarına. Yəni 6-cı qarındır, bax o. Bunlar ikinci qarındır. Onun südü 10 litrdir. Hələ bax, körpəli vaxt nə qədər verirdi? Nə qədər? Aşağısı 12-13 litr. Əlaqə nömrəni denən də bir dənə. 050 797 98 98 69. Südünə də ki, qalan durursan da. Səhər axşam 7 litr. Gözəl qardaşlar. Balaları da ki, ikisi də erkəkdir. Vallahi elə balalarının qiyməti bir dəqiqə 1500-1600 manat qiymətləri var hərəsinin. O birisi də 6-cı qarındır. Yəni bax, kişinin öz qapı malıdır. Prosto üstünüzə sağlıq. Həkimə pul veriləsiniz deyin, onun üçün də vacib satır. İkisini də satmır ha. Bax belə istəsəniz inəyi balalı da ala bilərsiniz birin. İstəsəniz erkək danaları cüt də ala bilərsiniz. Yəni bunu da deyirəm. Bax o erkək balaları cüt ala bilərsiniz, yəni inək qalar özünüz.